Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər vaxtınız xeyirli, uğurlu olsun. Bir şübhə barəsində bugünkü verilişimizdə danışacağıq ki, bəzən belə bir sual verilir və bu sual şübhə yaradır insanlarda ki, dua zamanı insanın əllərinin göyə qalxması, insan əllərini ki göyə qaldırır, bu Allahın göydə, səmada olması deməkdirmi? Bir çox insanlar bu cür başa düşürlər ki, yəni Allah göydədir deyə mən üzümü də, əllərimi də göyə qaldırıram və gözümü də səmaya dikirəm ki, yəni Allah oradadır, nəuzubillah. Yəni bu cür başa düşürlər əllərin göyə qalxmasını, amma əslində bu belə deyil. Necə ki, insanlar arasında da belə bir söz var, deyir, göydə Allah, yerdə filan kəs. Yəni, sanki insanların düşüncəsində Allah göydədir deyə biz dua zamanı əllərimizi göyə qaldırırıq, amma bu əsla belə deyil. Allah laməkandır, Allahın məkanı yoxdur, Allah hər yerdədir, bu bizim inancımızdır, əqidəmizdir və Quran-ı Kərim də bunu təsdiqləyir. Sadəcə əlin göyə qaldırılması ümumiyyətlə Peyğəmbərimizin sünnəsidir. Peyğəmbərimizdən qabaq da bu olub tarixdə, bəşər tarixində, müəyyən dinlərdə ki, onlar da əllərin göyə qaldırıblar dua zamanı və yaxud da məsələn hansısa bir hacətlərini istəyəndə və Peyğəmbərimizin sünnəsidir. Peyğəmbərimiz əllərin göyə qaldırardı. Hədislərdə var ki, Peyğəmbərimiz dua zamanı əllərini göyə qaldırardı. Necə ki, bir miskin əlini kiməsə uzadır, ondan bir yemək almaq üçün, nəsə bir şey almaqdan ötürü. Və yaxud da hədisdə var, Əli əleyhissalam buyurur ki, sizdən hər hansı biriniz namazı qutardısa, əllərini göyə qaldırsın və dua eləsin. Yəni, dua zamanı əllərin göyə qalxması heç də Allahın göydə olması demək deyil. Bəs nə deməkdir? Bunun bir neçə mənası var. Birinci mənası budur ki, əli göyə qaldırmaq insanın kiçiklik və zillət, eyni zamanda da ehtiyac halını göstərir. Yəni, əlin qalxması o deməkdir ki, bu adam ehtiyaclıdır. Məsələn, biri gəlir səndən bir şey istəyəndə əlin uzadır. Əlin uzatmaq nə deməkdir? Yəni, bu adam ehtiyaclıdır. Yəni, bizim də dua zamanı əllərimizi göyə qaldırmağımız bizim ehtiyaclı olduğumuzu göstərir. Yəni, Allaha bir aidiyyatı yoxdur. Sadəcə bizə aidiyyatı var ki, bizim durumumuzu, bizim vəziyyətimizi göstərir ki, biz hansı vəziyyətdəyik? Kiçiklik, ehtiyac vəziyyətində. Eyni zamanda da əlin göyə qalxması psixoloji cəhətdən insanın aramlığına səbəb olur. Eyni zamanda da zehninin, ruhunun mənəvi bir bağlantı yaratmaq üçün hazırlığına kömək edir. Yəni, əllərin göyə qalxması artıq insanın müsbət enerji alıb və mənəvi bir bağlantı yaratmasının hazırlığını göstərir. Yəni, bu adam hazırdır artıq bağlantı yaratmağa. Yəni, insanı psixoloji cəhətdən buna hazırlayır. Bir növ elə bir ki, insanın zehni və ruhu təmərküzləşir, cəmləşir bir yerə. Necə məsələn, insan namaz qılanda deyirlər, bir nöqtəyə baxsın, möhrə baxsın. Yəni, bu insanın fikrinin, ruhunun, zehninin cəmləşməsi üçündür. Dua zamanı da insan üzün göyə qaldırır, əllərin göyə qaldırır. Bir növ bu hərəkət, bədənin bu hərəkəti insanın bütün zehnini, ruhunu mənəvi bağlantı yaratmaq üçün bir yerə cəmləyir və təmərküzləşir. Eyni zamanda da Allahın vəhdaniyyətini göstərir, Allahın təkliyini göstərir. Mən ki, üzümü, əllərimi bu bədən hərəkəti ilə yuxarı tuturam, bu o deməkdir ki, yəni mənə ancaq bir nəfər, çünki bu yer üzündə, ətrafımda, belə deyək, saysız, hesabsız nemətlər var, saysız, hesabsız güclər var, saysız, hesabsız əşyalar var. Heç biri mənim dərdimə dərman ola bilməz, heç biri mənim hacətimi rəva eləyə bilməz. Ona görə də bu bədən hərəkəti ilə mən bunu demək istəyirəm ki, yəni ancaq qüdrət mənbəyi birdir. Mənim
məni bu halətdən çıxartacaq, mənim halıma çarə eləyəcək yeganə bir nəfərdir. Yəni, bu da həm də eyni zamanda qüdrət mənbəyinin bir olduğunu göstərir. Eyni zamanda insanın təvazökarlığını göstərir, təslimçilik halətini. Yəni, mən təsliməm. Bu, belə deyək, halət insana bax bunu verir. Və hədislərdə də gəlib. Hədislərdə də gəlib ki, Əli əleyhissalam hətta bir ayə oxuyur. Hətta bir ayə oxuyur ki, Həzrət Əli əleyhissalama sual verirlər. Bir nəfər şəxsdir, sual verir ki, ya əmirəl-möminin, Allah məgər hər yerdə deyilmi? Həzrət buyurur ki, bəli, hər yerdədir. Həmin şəxs yenə də sual verir. Bəs niyə insanlar səmaya əllərini açırlar, göyə əllərini açırlar? Əli əleyhissalam bir ayə oxuyur. Deməli, ayədə buyurur. Və fis-səmai rizqukum və ma tuadun. Sizin ruziniz səmadadır və sizə vəd verilənlər səmadadır. Yəni, insanın ruzisi səmadan gəlir. Göydən yağış yağmasa, insan üçün ruzi bitməz və ruzi gəlməz. İnsana vəd olunanlar və insanın ruzisi göydədir. Nəinki Allah göydədir, insanın ruzisi göydədir. Əli əleyhissalam bu cür cavab verir. Yəni, bu, belə deyək, hərəkət, bədənin hərəkəti, Əllamə Təbatəbai ağanın bir sözü var ki, bədən hərəkəti qəlbin diqqətinə kömək eləyir. Yəni, hansısa bir işdə, məsələn, namazda Allahu Əkbər deyirsən, səcdə zamanı alnığı möhrə qoyursan, namazın içərisində nə qədər hərəkətlər var. Və dua zamanı da əlləri yuxarı qaldırırsan, bunlar bədən hərəkətidir. Bədən hərəkətləri insanın ruhi və batini, diqqətini bir səmtə yönəltmək üçün ən gözəl vasitədir. Yəni, ona görə biz əllərimizi dua zamanı göyə qaldırırıq. Allah bütün duaları qəbul eləsin, bütün hacətləri rəva, müşkilləri də həllə asan qərar versin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.